Tərtər qəhrəmanı Hüseynov Anar Rəhimoğlu. Əziz xalqım, mənim anım günümlə bağlı atamın televiziya kanallarında verdiyi müsahibəni birlikdə dinləyək. Mənim oğlum Anar Hüseynovun və 3000-ə yaxın şəhidlərimizin sayəsində Qarabağdakı separatizmin kökü kəsildi. Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya sübut elədi. Çox ölkənin müasir silahları var, çox ölkənin xüsusi təyinatları var. Ancaq vətən eşqi yaşayan əskəri çox azdır. Bu 44 günlük müharibədə vətən eşqi ilə o Şuşa qalasına, Şuşa qayalarına dırmaşıb Şuşanı azad edən oğul lazım idi, Azərbaycanlı ürəyi lazım idi. Bu oğullar gedəndə şir ürəyi ilə getdilər. Onlar ancaq irəli getmək haqqında düşünürdülər. Torpağı azad eləmək haqqında fikirləşirdilər. Başımızı uca eləmək üçün fikirləşirdilər ki, 30 illik həsrətə son qoyulsun. Mən şəhidəm, ölməmişəm. Küləklərə qarışmışam vətənimin havasına. Cismim köçüb bu dünyada, ruhum hər an sizinlədir.